Selamünaleyküm əziz dostlar. Bizim bir tanışımız narkotiklə həbs olundu. Çöldədir, ayağında qandal deyilən, yəni GPS var. Ərazini tərk edə bilmir. İndi hal-hazırda narkotikdən istifadə etmir. Artıq sayəmizdə sağalıb və uzun müddət ki sağalıb və 2 az yaşlı uşağı var. Həmən 2 az yaşlı uşağın, yəni bunun həyat yoldaşı da yataq xəstəsi neçə müddətdir. Demək, bunu nə işə düzəldə bilərik? Ayağında qandal olduğuna görə və yaxud qandalı qutarsa belə, yəni GPS-i açsalar belə, məhkəmə məsələsi qutarsa belə, bu adam yenə də əvvəl məhkum olduğuna görə işlə təmin edilmir. Amma burada məsələ nədir? Pis adamdır, nə bilim, səhv eləyib, o öz işidir. Məsələ nədir? Bu 2 az yaşlı qız uşağı, belə deyim, bizim desək qalıb ortalıqda. Ana xəstə, ata da bu vəziyyətdə, işsiz. Bu halda biz nə edə bilərik? Mən Sosial Nazirlikdən müşavirlərin birindən xahiş elədim, sağ olsun. Bu özü ayağında qandal olduğuna görə, ərazini tərk edə bilmədiyinə görə, gedə bilmədiyinə görə Sosial Nazirinin özü gəldi. 4 ay keçdi, üstündən heç bir xəbər yoxdur. Və bu adama biz necə dəstək verək? Bu adama yox, yəni həmən o 2 uşağa biz necə dəstək verək? Hal-hazırda Saray qəsəbəsində yaşayırlar. Köməyə, yəni maddi köməyə ehtiyacımız yoxdur. Sadəcə dövlətin bununla bağlı hər hansı bir proqramı varsa, bununla bağlı bizə kömək eləyin. Biz həmən o 2 uşağa bir gün ağlayaq. Həmən o 2 balaca qıza. Sağ olun, minnətdarım.